Ağdaşdan hər kəsi salamlayıram. Necəsiniz? Nə var, nə yox? Əziz izləyicilər. Sizdən çox xahiş eləyirəm, əziz izləyicilər. Kanalıma abunə olun, videoma sonacan baxın, izləyin və fikirlərinizi bildirin. Videomu bəyənməyi unutmayın. Kofe içib başladım işlərimə. İlk həmişə işim həyət süpürmək olur, Daha sonra xəmirim varsa, xəmir yoğururam, ondan sonra da başlayıram yer yığış etməyə. Qızımın rəfiqəsi bizə gəlir, həm sinif yoldaşıdır, həm də dostluq etdiyi məktəbdə özünün dediyi kimi arkadaş. Gedirəm bizim tərəfdə kiçik bir mağazin var, meyvə tərəvəz mağazinidir. Gedirəm oradan alma almağa, çünki digər meyvələr var, nar var, heyva var, mandalin var həyətimizdə. Ona görə mən də dedim alma alım, başqa meyvələr nə varsa onlardan alım. O da alma oldu. Qırmızı alma, ağ alma aldım. Beləcə lazım olan meyvələri buradan alırıq. Həmin gün çox maraqlı gün oldu, çünki uşaqlar əyləndilər. Mənim üçün də ən xoşbaxt olduğum anım uşaqların əylənməyi, uşaqların sevinməyi, uşaqların üzündə təbəssüm olmağıdır. Allah bütün uşaqların üzündən təbəssümü əksik etməsin. Aldım və dönürəm geri evə. Alıb gəldim evə. Evdə də gedirəm öz həyətimizin meyvələrindən yığmağa. Stolumuzun üstünə meyvə qoyum, uşaqlar çox istəyir. Uşaqları da öyrətmişəm təbii, yəni hər bir şeydə təbii yesinlər. Çalışdığım qədər hər bir şeyi, bacardığım qədər özüm hazırlayıram. Hazırlanası bir şeyləri, meyvələrdir. Çalışdığım qədər yəni ev məhsullarına, evdə hazırlanan məhsullara üstünlük verirəm. Uşaqlar da şükür Allaha bu formada beləcə böyüyürlər, yəni belə sözümü yerə salmırlar. Ömər heç xoşlamır, yəni market bir şeylərini, bir dənə marketdən bir şokolatı var, xüsusi onu sevir. Ancaq qızım çox üstünlük verir market şeylərinə, yəni mağazinə, alış-verişinə. Hər gün istəyir getmək, çalışdığım qədər, nə qədər uzaq tutsam da yenə də gedir. Qızım marketin də adını qoyub market parkı, ürəyi darxan kimi deyir, məni marketə götürün. Ürəyim darxır. Təbii ki, uşaqdır. Biz də nəzərə alırıq ki, uşaqdır. Qoy istədikləri ürəyində qalmasın. Düzdür, başa salıram. Ancaq uşaqdır da, hələ ki o dərəcədə başa düşmür. Düzdür, başqa şeylər də başa düşsə də onu başa düşmür. İstəyir, biz də alırıq. O qədər sevindi, o qədər xoşbaxt oldu ki, mama dostlarım gəldi, bizə çox şənləndilər, əyləndilər hamısı. Bizə də nə xoş. Mən də çalışdığım qədər istədiklərini yerinə yetirdim. Beləcə meyvələri silib, yuyub, təmizləyib, yığdım vaza. Keçdim uşaqlara kokteyl eləməyə. Evdə bir dənə banan var idi. Qabığı qaralsa da içi yəni qaralmamışdı. Elə də ümumiyyətcə Ömər bir damcı bananın qabığında qara oldusa, bir damcı da nöqtə boyda onu yemir. Qabığı sapsarı olmalıdır, içi də, özü də. Elə xoşlayır. Onu da kokteyl elədim. Bu da mənim kokteyl aparatımdır. Cehizliyimdir, xanımlar. Burada çıxardıb, yuyub, təmizləyib bunu. İlk dəfədə işlədirəm bunu. Burada bunu çıxardıb, yuyub, təmizləyib hazırlayıram. Təbii ki, içinə sütü tökürəm, digər ərzaqları tökürəm. Ancaq o hissələrini çəkmədim. Mən tez-tez kokteyl edirəm uşaqlara. Evdə süt olan kimi yəni kokteyl eləmişəm, eləyirəm. Sadəcə olaraq uzun çubuqlu blenderin vasitəsindən həmişə eləmişəm. Bu böyük həcmli olduğu üçün bunu istifadə etməmişəm. Ancaq ilk dəfə idi, dedim gətirim görüm necə olur. Çox qəşəng hazırladı, çox qəşəngdir. İnşallah ki işlədərəm bundan sonra. Burada uşaqlar oyun oynayırlar özləri üçün, maraqlı, əylənirlər. Onların da öz dünyaları var. Allah hamısını xoşbaxt, sağlam böyütsün, xoşbaxt eləsin. Dedim uşaqlara da fıstıq töküm verin, belə çay süfrəsi hazırladım. Sonra uşaqlar düşdülər həyətdə oynamağa, onlar həyətdə oynayır.
Və belə uşaqlar, bacı qardaş ikisi bizim sinifdə oxuyur. Yəni qızımla bir sinifdə oxuyurlar. İkisi də gəlmişdi bizə. Qız da mənim qızım podruqadır. Onlara da belə kiçik bir hədiyyə almışdılar. Hədiyyə etdik. Kiçik də olsa uşaqlar sevinməsi üçün. Burada da qaynanama bitki çayı hazırlayıram, təbii. Bənövşə çiçəyi, ramaşka, soyuq dəyməyə görə belə bir kəkotulu qarışdırıb belə bir bitki çayı hazırlayıram. İçir. Mən istəyirəm bir mövzu hazırlayım, yəni qaynana gəlin haqqında, özüm də qaynana yanında yaşayıram. Əgər istəsəniz belə bir yəni qaynana gəlin mövzusuna toxunmaq istəyərəm. Əgər istəsəniz rəy bölməsinə fikirlərinizi yazın. Mən onun üçün xüsusi bir video çəkim. Qaynana gəlin münasibətlərindən, qaynanaya qulluq ya da ki gəlin necə olmalıdır, qaynana necə ünsiyyət qurmalıdır. Belə bir mövzu, özümün fikrim var. İstəyərdim görüm sizlər üçün də maraqlıdırsa belə bir video çəkərəm. Uşaqlar oynadığı halda biz də qaynanamla burada simişka qovurduq. Simişka yeyirik. Sonra uşaqlar gəldi süfrəyə. Allah verəndən çox şükür Allahın verdiyinə. Allah nə yetirmişdisə onu da hazırladım. Həftə sonu uşaqlar bizə gəlmişdi. Hələ də uşaqlar o bu havadadır. Yəni həqiqətən də lazımdır uşaqlar üçün də əylənməyi. İndiki zamanə biraz çətin olduğu üçün heç kəs istəmir uşağı nəzarətsiz saxlasın. O cümlədən özüm də hər zaman nəzarətdə saxlayıram. Yəni uşaqları oynayanda, eləyəndə uşaqlardan hər dəqiqə fikrim onların yanında. Meyvə simişkəyə qarışmışdı, simişkə meyvəyə qarışmışdı. Uşaqlardır, yedilər. Burada da məktəb çantalarını hazırlayıram. Yəni belə bir şey etdim, məktəbə çantalarına qoydum, hazırlayıb. Yəni bu Ömərin fikri oldu, dedi, mama, yuxanın arasında biri pomidor yeyir, biri xiyar yeyir bizdə. Ömər pomidoru xoşlayandı, Gülka xiyar xoşlayandı. Hərəsi bir tərəvəzi xoşlayır. Ona görə belə hissəyə ayırmışam. Birini pomidorunu Ömər üçün, xiyarı isə Gülka üçün hazırladım. Ömər dedi, belə bir şey elə. Belə edirəm, çörəyin arasında mayonez də yaxıram atdan. İndi bu dəfə istəmədilər, ona görə belə elədim. Bu dəfə pendirdən istədilər. Belə tost etdim, çox maraqlı. İlk dəfədir onların, yəni bunu ilk dəfədir edirəm. Hər dəfə bir fərqli bir şeylər hazırlayıram. Bu pendiri də ki, əksik etmirik evdən, yəni uşaqlara məktəb çantalarına hazırlayıb qoyuram. Yəni heç belə evdə də xoşlayırlar, yuxanın arasında, çörəyin arasında onu qoyub tost edirlər, yeyirlər. İşləmirəm, evdəyəm, ona görə həm istəmirəm ki, gedib mağazindən ya hardansa nəsə alsınlar, yesinlər. İstəyirəm təbii qidalansınlar. Hər dəfə bunu deyirəm, yenə də deyirəm, evdəyəm. Ona görə günümü, həyatımı həsr etmişəm ailəmə, övladlara da ki, xüsusilə, yəni xüsusi diqqət, xüsusi qayğı göstərirəm. Hər an fikrim, nəzərim üstlərindədir. Yeməkləri, tərbiyəsi, dərsi. Məktəbə gedəndə də istədikləri yeməyi hazırlayıram. Məktəbdən qaydanda da deyirəm, nə hazırlayım, nə yeyərsiz, nə istəyirsiniz. Onların istədiklərini hazırlayıram. Uşaqdılar, onlar yəni bizə möhtacdır. Biz onları sağlam ruhda böyütməliyik. Uşağa sevgini o qədər çox verməliyik ki, onlar artıq başqa bir yerdə sevgi axtarmasın. İstəyir qız, istəyir oğlan. Bugünkü gündə balacalığından onlara gözəl bir sevgi versək, onların ehtiyacı olmaz. Heç bir şey. Belə hazırladım xanımlar. Çox maraqlı bir şey oldu. Elə demək olar ki, dönər kimi. Çox xoşum gəldi. İndi gələn kimi sorunacağam. Dadı necə idi, xoşunuz gəldi. Yəqin ki, xoşları gələr. Hər dəfə çörək arasında nəsə bir maraqlı bir şey edirik. Bu dəfə də bunu Ömərin fikri ilə etdik. Belə bir süfrə qoyuram məktəbə də. Hərəsinə bir süfrə almışam, balaca süfrə deyim, yəni dəsmal ki, həm qarşılarına salsınlar, həm çörəkləri partaya dəyməsin, belə deyim, qoyduğum çörək, yemək partaya dəyməsin. Partada dəftər, kitab, hər bir şey olur, ruçqa, kimlər oturur, kimlər durur, səhər, günorta növbə.
Ona görə belə bir süfrə qoyuram. Həm çörək qırıntıqları tökülməsin, həm də özləri üçün. Videom sona çatır. Məni izləyən hər bir kəs kanalıma abunə olub videomu bəyənməyi unutmayın. Çox sağ olun.